Bugün sizlərlə dördbucaqlılar, çoxbucaqlılar mövzusundan kvadrata aid 3 müxtəlif sual müzakirə edəcək. Gəlin başlayaq. İlk sualımız kvadrat verilib, AC diaqonalının uzantısının D ilə birləşdirilib, yəni A, C və F nöqtələri bir düz xətt üzərindədir. FD parçası 4 kök 2, kvadratın tərəfi isə 4 olarsa, bizdən FDC bucağını, yəni bu hissəni tapmağımızı istəyir. İlk öncə yadımıza salaq. Kvadratın tərəfi A-dırsa, diaqonal olacaq A kök altda 2. Buna əsasən bizdən kvadratın tərəfi verilib 4. Deməli, AC diaqonal olacaq 4 kök altda 2. Eyni zamanda bizə məlumdur ki, kvadratın diaqonalı daxili bucaqdan böləndir. Yəni, kvadratın bir tərəfi bucaq 90 dərəcə, diaqonal onu 2 bərabər hissəyə bölür. 45 dərəcə yaza bilərik. İndi AFD bucağına nəzər yetirək. 45 dərəcəli bucaq qarşısındakı tərəf 4 kök altda 2-dir. AD tərəfi də kvadratın tərəfi olduğundan 4 yazaq. Deməli, F bucağının qarşısındakı tərəf isə 4-dür. Biz burada sinuslar teoremindən istifadə edə bilərik. Əvvəlcə sinuslar teoremini olduğu kimi yazaq. Yəni A bölü sinus alfa. Həm təkrarlamış oluruq düsturları bu yolla. B bölünsün sinus beta. O da bərabərdir C bölünsün sinus gamma. O da bizə verir 2R. Yəni üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunun 2 misli. İndi sinuslar teoremini AFD üçbucağına tətbiq edək, yazaq. Deməli 45 dərəcəli bucaq qarşısındakı tərəf oldu 4 kök altda 2. Yazaq. 4 kök altda 2 bölünsün sinus 45 dərəcə bərabərdir. F bucağı qarşısındakı tərəf 4-dür. Yazaq. 4 bölünsün sinus bucaq F. Sinus 45 dərəcə biz bilirik ki, kök altda 2 bölünsün 2-yə bərabərdir. 4 kök altda 2 bölünsün kök 2 bölü 2 bərabərdir. 4 bölünmüş sinus bucaq F. İndi 4'lərimiz ixtisar gedir. Kök altda 2'lər ixtisar gedir. 2'də 1 sürətə 2 kimi çıxır. Qalır 2 bərabərdir. 4 ixtisar gedir. Burada qalmışdı 1. 1 bölünsün sinus bucaq F. Nəyin tərsi 2'dir? Təbii ki 2'də 1'in. Deməli sinus F bucağının sinusu 2'də 1'dir. Yəni F bucağımız 30 dərəcə olduğunu tapırıq. İndi bizdən FDC bucağını tapmağımız istənilirdi. 45, 30. Biz bilirik ki, üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. 45, 30 cəmi 75. 180-i 75 çıxsaq tapırıq 105 dərəcə. İndi FDC bucağını tapmaq üçün 105 dərəcədən çıxaq 90 dərəcəni. Yerdə qalar 15 dərəcə. Deməli, FDC bucağı 15 dərəcəyə bərabərdir. Keçək növbəti sualımıza. Kvadrat verilib. BD kvadratın diaqonalıdır və F nöqtəsi ilə 14, 2 uzunluğunda 2 hissəyə bölünüb. Bizdən AF parçasının uzunluğunu tapmağımız istənilir. Əvvəlcə AC diaqonalını çəkək. Biz bilirik ki, kvadratın diaqonalları qarşılıqlı perpendikulyardır və kəsmə nöqtəsi ilə 2 bərabər hissəyə bölünürlər. Əgər BF 14, FD 2-dirsə, yəni kvadratın diaqonalı olacaq 16 və kəsmə nöqtəsi ilə yarıya bölünür. Deməli, hər bir parçaya 8 yaza bilərik. BF parçasının uzunluğu 14'dür. Əgər bu hissə 8-dirsə, bu hissəyə qalır 6. İndi isə biz Pifaqor teoremindən istifadə edib AF parçasının uzunluğunu tapa bilərik. Yəni 8'in kvadratı üstə 6'nın kvadratı, o da eləyəcək 100. Yəni AF parçasının uzunluğu olacaq 10. Keçək növbəti sualımıza. Yenə də ABCD kvadratdır. BF parçası verilib, hansı ki
ABD bucağını 2 bərabər hissəyə bölür. Yəni BF parçası ABD üçbucağının tən bölənidir. Bizdən istənilən nədir? FD bölünsün AF nisbətini tapmaq. Əvvəlcə bir qaydanı yadımıza salaq. Üçbucaqda tən bölənin xassəsi. Üçbucağın iki tərəfinə A və B deyirəm. Üçüncü tərəf C-dir və bu nöqtə ilə iki hissəyə bölünür. Bölündüyü hissələri M və N ilə işarə edirəm. Tən bölənin xassəsi belədir. A bölünsün M bərabərdir B bölünsün N-ə və yaxud da tərəflərin nisbəti bərabərdir bölündüyü hissələrin nisbətinə. İndi tən bölənin xassəsindən istifadə edəcək. Əvvəlcə kvadratın tərəfinə A deyək. O zaman kvadratın diagonal olacaq A kök altda 2. İndi bizdən istənilən FD bölünsün AF nisbətini tapmaqdır. FD bölünsün AF tən bölənin xassəsinə görə başqa nəyə bərabərdir? BD bölünsün AB-yə. Yəni FD bölünsün AF nisbətini tapmağımız istənilir. Tən bölənin xassəsinə görə bu uyğun tərəflərin nisbətinə bərabərdir. Uyğun tərəfləri də biz bu formada yazsaq A kök altda 2 bölünsün A bərabər olacaq kök altda 2-yə. Deməli FD bölünsün AF nisbəti kök altda 2-yə bərabərdir.